Bu videoda sizə İran-Amerika danışıqlarındakı mühüm məqamları izah edəcəyik. İranda dollar ucuzlaşdı və oyunlar başladı. İran və ABŞ arasında aparılan vasitəli danışıqlardan dərhal sonra ölkə daxilində dolların məzənnəsində müşahidə edilən sürətli eniş həm iqtisadçılar, həm də siyasi şərhçilər arasında geniş müzakirələrə səbəb oldu. Dolların 20%-ə qədər ucuzlaşması və realın nisbətən möhkəmlənməsi ilk baxışdan iqtisadi sabitliyin siqnalı kimi görünə bilər. Lakin məsələ bundan qat-qat dərindir. İranın üzən məzənnə sistemində bu qədər ani dəyişiklik təsadüfi ola bilməz. Burada açıq-aşkar siyasi motivlər hiss olunur. ABŞ bu yolla İran xalqına dolayı mesaj verməyə çalışır. Əgər hökumətiniz bizimlə razılığa gələrsə, rifah içində yaşaya bilərsiniz. Məqsəd sadədir. İqtisadi çətinliklərdən əziyyət çəkən və təzyiq altında yaşayan əhali hökumətə qarşı yönəlsin, vilayət fəqih sisteminin Qəzza və Yəmən kimi bölgələrə verdiyi dəstəyə etiraz etsin. Beləliklə, xalqı psixoloji və iqtisadi yolla hökumətdən geri çəkilməyi tələb etməyə təşviq etsinlər. Bu, əslində klassik havuç və çubuq siyasətidir. Bir tərəfdən sanksiyalar və təzyiqlərlə iqtisadi mühit gərginləşdirilir, digər tərəfdən isə danışıqlarla əlaqəli simvolik güzəştlər göstərilərək manipulyativ ümid pəncərəsi açılır. İranın ali rəhbəri Ayətullah İmam Xamneyi bu psixoloji oyunun fərqindədir. Son çıxışında o, məhz bu məsələyə toxunaraq məsul şəxsləri ciddi şəkildə xəbərdar etdi. Oman danışıqları Xarici İşlər Nazirliyinin onlarla fəaliyyətindən yalnız biridir. Ölkənin məsələlərini danışıqlardan asılı hala gətirməyək. İmam Xamneyi açıq şəkildə bildirdi ki, İran tərəfi danışıqlara nə ifrat nikbinlik, nə də tam ümidsizliklə yanaşır. Bu, sadəcə bir siyasi taktika, bir fəaliyyət planıdır. Lakin danışıqları ölkənin iqtisadi gələcəyi üçün əsas qurtuluş yolu kimi təqdim etmək, xalq arasında təhlükəli gözləntilər yaratmaq anlamına gəlir. Rəhbər bu təhlükənin altını çizaraq dedi: "Biz əvvəllər nüvə sazişi zamanı bir səhv etdik. Bütün iqtisadi və sosial məsələləri həmin sazişin nəticəsinə bağladıq. Bu da daxili inkişafa zərbə vurdu. Bu səhvi təkrarlamamalıyıq." Maraqlı və diqqətə layiq sual budur. Əgər İmam Xamneyi danışıqlara bu qədər ehtiyatla yanaşırsa, niyə onlara icazə verir? Cavab siyasi zəkadan doğur. Əgər rəhbər danışıqlara tam şəkildə qadağa qoysaydı, ABŞ və onun informasiya müharibə aparatları bu fürsətdən yararlanaraq ölkədəki bütün iqtisadi və sosial problemlərin məsuliyyətini birbaşa rəhbərin üzərinə yönəldəcəkdi. Bu səbəbdən rəhbərlik danışıqlara məhdud və nəzarətli şəkildə yaşıl işıq yandırmaqla həm daxili təzyiqləri neytrallaşdırır, həm də düşmənin informasiya alətini əlindən alır. Ya zəlzələdən, ya vəlvələdən prinsipinə əsaslanaraq deməliyik ki, son nəticədə İran bu müzakirələrə qatılıb. Necə ki, tarixdə İmam Əli əleyhissalam Əbu Musa Əşərini danışıqlara göndərdi. Bu gün də İran nümayəndə heyəti söhbət masasında yer alır. Lakin bu masa bir güzəşt masası deyil. Bu masa bir müqavimət meydanının davamıdır. Bu gün İran rəhbərliyi həm xalqın rifahını düşünür, həm də milli mənafeləri və dini siyasi prinsipləri qorumağa çalışır. ABŞ isə iqtisadi təsir vasitələrini bir növ emosional diplomatiya alətinə çevirərək xalqı hökumətə qarşı yönəltməyə çalışır. Məhz bu səbəbdən danışıqlar sadəcə siyasi proses deyil. Bu, eyni zamanda informasiya və psixoloji savaşın bir hissəsidir. Və bu müharibədə xalqın ayıqlığı, medianın məsuliyyəti və dövlətin strateji təmkinliyi hər zamankindən daha vacibdir.